İmam Mehdi əleyhissalam haqqında mühüm ümumi məlumatlar. Həzrəti Mehdi əleyhissalam imamət səmasının 12-ci parlaq ulduzudur. Atası İmam Həsən Əskəri əleyhissalamdır. Anası görkəmli xanım Nərgizdir. Rum hökümdarının oğlu Yuşanın qızıdır. O, yəni anası, Həzrəti İsa əleyhissalamın həvarilərinin soyundandır. Həzrəti İsa'nın vəsisi Şəmuna nisbət verilir. İmam, hicrətin 255-ci ilində, Şaban ayının 15-də, cümə axşamı İraqın Samirra şəhərində anadan olmuşdur. İnsanlar onu müxtəlif ləqəblərlə tanıyırlar. Ali Muhammedin qaimi, Allahın ən əzəmətli saxladığı, Sahibuz zaman, Höccət, Xilaful Salih, yəni Salih övlad. Bu ləqəblərdən ən məşhuru Məhdidir. Ona görə Məhdi adlanıbdır ki, insanların azdıqları bir məsələdə hidayət edəcəkdir. Hicrətin 260-cı ilində atası şəhid olduqdan sonra imamlıq vəzifəsi ona təslim edildi. İmam bu əzəmətli vəzifəni qəbul edib ona sahib olduqda onun 5 yaşı var idi. Həddi buluğa çatmayan bir uşaq idi. Onun imamlığı haqqında babası Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və məsum ata-babaları bir-birinin ardınca açıq şəkildə dəlillərlə bildirmişlər. Möminlərin əmiri Əli əleyhissalamdan başlamış, atası Həzrəti Əskəri əleyhissalama qədər onlara yaxın olan və onların etimad etdikləri xüsusi şiələrə nəslə bildirmişlər. Onun 2 qeybət dövrü olacaq. Birinci qeybətə kiçik qeybət dövrü deyilir. Bu, hicrətin 255-ci ilində İmam Mehdinin anadan olması ilə başlayır. Yaxud da hicrətin 260-cı ilində atası İmam Həsən Əskərinin şəhid olması ilə başlayır. Bu qeybət dövrü Həzrətin səfirlərindən 4-cü səfirin vəfatı ilə qurtarır. İkinci qeybət dövrü isə, hansı ki buna böyük qeybət dövrü də deyilir, bu 4-cü səfirin vəfatı ilə başlayır və hələ də indiyə qədər davam etməkdədir. Yeryüzünün zülm və haqsızlıqla dolduğu kimi, onu haqq və ədalətlə doldurmaq üçün İzzətli və cəlallı Allahın İmam Məhdi əleyhissalama zühur etməsinə izin verənə qədər davam edəcəkdir. Həzrəti Məhdi kiçik qeybət dövründə imamlıq məsuliyyətini həyata keçirirdi. O böyük qeybət dövründə də mümkün olan rəhbərlik və imamlıq vəzifələrini yerinə yetirməkdədir. İmamın üzərinə düşən vəzifələrin heç də hamısı onun zühuruna bağlı deyil. Onlardan bəzilərini hətta qeybdə olsa belə yerinə yetirir. Çünki o, ilahi feyzin, yəni xeyir bərəkətin vasitəçisidir və əgər o olmasaydı, yeryüzü əhli ilə birlikdə məhv olardı. Bu məsələ barədə xeyli hədislər də mövcuddur. Onlardan bəziləri onun zühuruna bağlıdır, birbaşa ondan elm öyrənmək kimi. Bu məsələdə onun əvəzindən bu işi qeybət dövründə fəqihlər edirlər. İmam Mehdi əleyhissalam digər intizar çəkənlər kimi Allahın zühur üçün icazə verəcəyi dünya zülm və haqsızlıqla dolduqdan sonra haqq və ədalətlə doldurmaq üçün verilmiş bütün güc və istedadını ortaya qoyacağı günü gözləyir. Və bu, bütün lazımi şərait, say, yəni qoşun və imama kömək edənlər, avadanlıq, hərbi və digər şərait hazırlandıqdan sonra onun çıxışını və ilahi, dünyəvi bir lider kimi ortaya çıxmasını asanlaşdıracaq.